Salam, xəbərlərin xüsusi buraxılışı efirdədir. Bugünkü mövzumuz Birləşmiş Ştatlarda lentə alınmış, Müsəlmanların Peyğəmbərinin təhqir olunduğu, Müsəlmanların Məsumiyyəti adlı filmin müsəlman dünyasını lərzəyə gətirməsi və müsəlmanların haqlı etirazına səbəb olmasıdır. Studiyamızın qonağı isə nəinki Moskvada, bütün Rusiyada tanınmış ruhani Seyid Rəşid Talıblıdır. Rəşid bəy, xoş gəlmişsiniz. Rəşid bəy, ilk öncə bizə bu film haqqında məlumat verərdiniz. Filmdə nədən söhbət gedir və məqsəd nədir? Bismillahirrahmanirrahim. Sallallahu ala Muhammedin və ala alihi tayyibin tahirin və la'nətullah ala a'daihim əcma'in. Əvvələn onu qeyd eləmək istərdim ki, söhbətə başlamazdan əvvəl, bu film barəsində danışmazdan əvvəl və bu filmin çəkilişində olan hədəflərdən danışmazdan əvvəl istəyirəm mən istər öz adımdan, istərsə də bütün Moskvada və Rusiyada yaşayan müsəlmanlar və xüsusilə də Azərbaycanlı müsəlmanlar ki, öz əziz xalqımızın adından bu cür məsələlərə, ürək ağrıdan məsələlərə öz təəssüfümü bildirmək istəyirəm. Və bu cür işlərin bir daha bəşəriyyət tarixində təkrarlanmamasını arzu edirəm. Amma qaldı ki, bu filmin özü barəsində, bu film, mən çox belə cəsarətlə bu sözü deyirəm ki, son dönəmdə, xüsusilə də keçən əsrin axırlarından başlayaraq, bu əsrin əvvəllərində İslamın və müsəlmanların, Peyğəmbərin, müsəlmanların inancının təhqir olunmasında bu film ən əhəmiyyətli və ən böyük bir məsələdir. Bu, əlbəttə bildiyimiz kimi, keçən əsrin sonlarında Şeytan ayələri, Salman Rushdinin Şeytan ayələri kitabından başladı və sonra karikatura şəkilləri Danimarkada və başqa Avropa ölkələrində və ondan sonra Amerikada Quran-ı Kərimin yandırılması və bəzi səhifələrin yandırılması və bu da sonuncu bir məsələ. Mən niyə görə bu məsələni, bu filmin çəkilişini daha önəmli, daha böyük bir xətər hiss eləyirəm, böyük bir xətər deyirəm. Çünki bundan əvvəlki hadisələrdə bir məsələ, ya Quran, ya Peyğəmbər salavatullah, ya Quranın yandırılması kimi bu cür təhqirlər. Amma bu filmdə, çəkilmiş filmdəki müsəlmanların məsumiyyəti və yaxud müsəlmanların günahsızlığı adı ilə tərcümə olunur. Həmən bu filmdə bütün, istər Peyğəmbər salavatullahın özü, istər Peyğəmbərimizin namusu sayılan ailəsi, xanım Xədicə, möminlərin anası olan xanım Xədicə, ümumiyyətlə Quran-ı Kərim, bütün İslam və müsəlmanlar tamamilə bütövlükdə bu filmdə çox şeytani bir hədəfə alınmışdı. Film də bundan, yəni xülasə deyək ki, əlbəttə film tamamilə hələ ki efirə çıxmayıb, amma 13 dəqiqə ki çıxardılıb, efirə çıxardılıb, internet və sair kütləvi informasiya vasitələrinə çıxardılıb. Həmən hissədə, göstərilən hissədə deməli bir yerdə müsəlmanların qəzəbləniblər və bir xristiyan öz qızına başa salır ki, insan üstə gəlinsin X bərabərdir İslam terrorçusu. İslam terrorçusu çıxılsın X bərabərdir insana. Qızı soruşanda ki, atasından ki, nə deməkdir X, burada X-dən məqsəd nədir ki, insan üzərinə gələndə o İslam terrorçusu alınır və orada başlayır Peyğəmbər salavatullaha vəhyin gəlişindən ta axıra kimi göstərilir. Yəni, bu Peyğəmbərin dini, İslamımız, dinimiz, Allahın yer üzərində ən sonuncu və kamil dini olan İslam dini insanın üzərinə gələndə onu İslam terrorçusuna çevirir. Və əlbəttə, bunun filmin çəkilişində hədəflər nə ola bilər? Bu hədəflər ən məşhurdur ki, ilk dəfə insan eşidəndə yadına təxribat xarakterli düşür və xüsusilə də mən birinci hədəf, bu hədəflər qoy aydın olsun deyə, başa düşülən olsun deyə, mən bu hədəfləri istəyirəm rəqəmliyim, 1, 2, 3, 4 deyim. Rəşid bəy, bu sualda verəyin öncə, bu iki sualın cavabı bir olsun. Sizcə bu filmi çəkəndə onlar məqsədyönlü şəkildə ajataj yaratmaq istəyirlər müsəlmanlar arasında, yoxsa bu bir təsadüfdür? Ya da ki, bu filmin yaradıcıları bunları bilmirdilərmiş, anlamırdılarmış ki, bu film əgər efirə çıxsa, müsəlmanlar qarşısında, müsəlmanlar bunu seyr etsə, bu böyük bir belə ixtişaşlara səbəb ola bilər və qərb dünyasına qarşı müsəlmanlar arasında etirazlar daha çox ola bilər. Bəli. Sözsüz ki, burada təsadüf ehtimalı mən nəzərə almıram və onu hesab da eləmirəm. Əvvələn filosofların dili ilə desək ki, həyatda təsadüf yoxdur, hər bir işin səbəbi var. İkincisi də ümumiyyətlə bu cür işlərin təsadüflə baş verməsi insan ona inanmır, yəni inandırıcı görsənmir.
məqsəd yönlü şəkildədir və bunun üçün mən 5 dənə hədəf demək istəyirəm ki, bu filmin çəkilməsi. Birincisi, müsəlmanlarla məsihilər, yəni xristianlar, xaçpərəstlər arasında problem. Çünki eşitdiyimizə görə, məlumatlara görə bu filmin çəkilişin və xüsusilə də maliyyələşməsin Amerikada yaşayan Qibti tayfasından olan xaçpərəst icmasına nisbət verilir. Yəni o icmadan olan bir keşişə nisbət verilir. Nə qədər doğrudur bunu sübut olunar, həyatda, gələcəkdə sübut olunar, amma belə bir söz gəzir. Və burada da xüsusilə də müsəlmanlar arasında, müsəlmanlarla xaçpərəstlər arasında böyük bir ixtişaşa səbəb ola bilərdi, böyük bir təxribata səbəb ola bilərdi. Amma mən çox sevinirəm ki, bu birinci hədəf baş tutmadı. Niyə görə? Çünki ilk gündən bu təqdirə layiqdir. Müsəlmanların bugünkü düşüncəsində bu təqdirə layiq bir məsələdir ki, müsəlmanlar ilk dəfə bu sözü eşidəndə bilir ki, burada xaçpərəstlərin heç bir günahı yoxdur. Hətta sadə yəhudilərin də heç bir günahı yoxdur və bildilər ki, bu planlı şəkildə, düşünülmüş şəkildə Siyonist yəhudiləri ilə Amerikada bəzi qüvvələr ki var ki, dünyada çaxnaşma və ixtişaşın tərəfdarlarıdır, onların fikridir. Məqsəd nədir müəllim? Bəli, bu birinci məqsəd müsəlmanlarla dediyim kimi, birinci hədəf müsəlmanlarla xaçpərəstlərin arasında ixtişaş yaradılsın və bu alınmadı. İkinci hədəf müsəlmanlarla başqa dinlər arasında. Bundan da hədəf nədir? Hədəf bu günləri dünyada iflasa uğrayan Amerika Birləşmiş Ştatlarının və sair böyük qüvvələrin siyasəti ki, dünyada iflasa uğrayır, istər iqtisadi cəhətdən, istər siyasi cəhətdən. Ona görə bəzən bu cür ixtişaşlar müsəlmanların fikrinin yönətməyə, yəni başqa bugünkü sahədə, gündəlik həyatımızda, müasir həyatda gedən proseslərdən müsəlmanlar alınsın. Yəni bu da təcridin bir qaydasıdır, yəni bir yoludur. Mən bunu belə başa düşürəm. Yəni təcridin bir üslubudur. Bir var insanı hər hansı bir işgəncə ilə təcrid eləyəsən, insan cəmiyyətindən və yaxud başqa kütləvi informasiya vasitələrinin əlindən ala bilərsən və yaxud elmi maariflənməni onun əlindən alıb onu cəmiyyətdən təcrid eləyə bilərsən. Bu əlbəttə bugünkü gündə nəticə vermir. Düzgün nəticə vermir, düzgün sonuclanmır. Ona görə bu da müsəlmanları ümumiyyətlə cəmiyyətdən təcrid eləməyin bir qaydasıdır, bir yoludur ki, bu cür silsilə ilə, bu cür proseslərin çıxması sözsüz ki, müsəlmanları gündəlik həyatdan ayırır, gündəlik problemlərdən ayırır, aktual problemlərdən ayırır, dünyada gedən proseslərdən ayırır və onlar ancaq fikirlərini yönəldirlər ki, bu təhqir məsələsinə və yəni qısaca desək, bütün müsəlmanların enerjisinin gündəlik həyatdan, gündəlik problemlərdən uzaqlaşdırıb, öz problemlərindən, yəni əlbəttə bu da bizim öz problemimizdir, bu daha da böyük bir problemdir, çünki Peyğəmbər salavatullah əleyh və aleyh, istər onun öz dini, istər onun bizim dinimiz, inancımız bizim üçün hər şeydən əzizdir, bu da əsas bir problemdir. Ancaq mən problem deyəndə, aktual problem deyəndə gündəlik həyatda olan problemləri deyirəm. Hər bir müsəlman dövlətinin özünə məxsus problemləri var. Ki, torpaq işğalından tutmuş, əsirlərdən tutmuş və s. qədər o cür problemlərdən müsəlmanları yayındırıb diqqəti başqa bir tərəfə yönətməkdir. Və sonuncu bir hədəf demək istəyirəm ki, bunu heç kəs nəzərə almır. Yəni, mən çox təhlilçilərə baxdım, izlədim bu təhlilçiləri. Amma bu, indi deyəcəyim sonuncu hədəfi heç kəs nəzərə almır. Elə ilk dəfə biz həmişə istər karikatura məsələsində, istər bu filmin çəkilişi məsələsində, istər Quran yandırma məsələsində ilk bizim yadımıza düşən ancaq ixtişaşlardır, təxribatdır və s. Amma yadımızdan çıxartmamalıyıq ki, dünyada bəzi qüvvələr ki var ki, onların elə inancları budur. Onlar öz inanclarını ortaya qoyublar. Onlar Peyğəmbər salavatullaha, Peyğəmbər kimi iman gətirməyiblər ki, Qur'anın dili ilə düşüyor. Allah Qur'an-ı Kərimdə buyurur ki, وَلَا تَزِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُوا. Görəcəksiniz ki, insanların içərisində iman gətirənlərə, Allaha və Peyğəmbərə iman gətirənlərə, Qur'ana iman gətirənlərə, insanlar içərisində ən qatı düşmən Yəhudilər və müşriklərdir. Ona görə bunu açıq-aşkar Qur'an bizə deyən, bunların öz əqidəsidir və yaxud digər bir ayədə Allah buyurur ki, لَنْ تَرْضَ عَنْكَ يَهُودُ وَلَا النَّصَارَ حَتَّى تَتَّبِعَ مِلَّتَهُ. Sən heç vaxt, ya Rasulallah, onlar səndən razı olmayacaqlar, ta sən onlara tabi olmayınca. Onların dinin qəbul etməyincə, onların köləsi olmayınca, onlar səndən heç vaxt razı olmazlar. Yəni, bu Qur'anda bizə Allahın çatdırdığı və yaxud onların özlərinin
əqidəsi və inancların ortaya qoyurlar ki, onlar biz müsəlmanı, İslamı və İslam peyğəmbərin bu cür inanırıq, bu cür görürük. Biz onu Quranın dili ilə desək, innəkə la'alə xuluqin əzim və yaxud və mərsəlnəkə illə rəhmətə lil aləmin. Mən səni aləmlərə rəhmət olaraq göndərdim. Sən doğrudan da böyük əxlaq sahibisən. Onlar bu inanca malik deyirlər. Seyid, belə bir sual. Bu film geniş kütlər seyr etdikdən sonra bütün müsəlman ölkələrində, nəinki müsəlman, hətta müsəlmanların yaşadığı digər ölkələrdə də, Avropa ölkələrindən tutmuş, Avstraliyaya qədər bütün ölkələrdə ixtişaşlar baş verdi. Bəzi ölkələrdə bu ixtişaşlar din şəkildə keçirildi, bəzi ölkələrdə ölümlərlə nəticələndi. Çoxlu xəsarət alanlar oldu. Sizcə bu təxribatdır yoxsa necə? Əlbəttə mən bu cür məsələlərə sözsüz ki, təpki göstərmək vacibdir. Yəni, insan eləyə bilməz ki, onun inancına, onun əqidəsinə, onun müqəddəs saydığına təhqir olunsun və insan da buna sakitcə göz yumsun. Bu mümkündür. Çünki bizim iman gətirdiyimiz, Allahın yer üzərində ən böyük kəlamı olan və Peyğəmbərimizin ən böyük əmanəti olan Quran-ı Kərimdə Allah Teala təbbət yəda əbi ləhəbin və təb deməklə Peyğəmbəri təhqir edənə, əziyyət verənə cavabın Allah bizə göstərib ki, sınsın Əbu Ləhəbin iki qolları. Yəni, burada Allah Teala bizə əslində bir mesaj, bütün bəşəriyyətə mesaj göndərdi ki, o kəs ki, İslam və İslam Peyğəmbərinə qarşı olar, ona əziyyət verər, ona zülm eləyər, onu təhqir eləyər, ona tohin eləyər və onun aqibəti Əbu Ləhəbin aqibəti kimidir. İstər Allah tərəfindən cəzalandırmaq, istərsə də onun bu dünyadakı aqibəti, sonluğu çox pis sonluqla nəticələnəcək. Ona görə buna mümkündür ki, insan sakitcə dinləsin və sakit şəkildə də otursun. O mümkün olan bir şeydir. Amma buna baxmayaraq ki, mənim öz şəxsi fikrimdir ki, mən bundan ötürü insanların öldürülməsinin də tərəfdarı deyirəm. O ixtişaşlar ki, müsəlman ölkələrində daha da çox fəsad yaradacaq, nizam-intizamı pozacaq, sakitçiliyi pozacaq, insanların rahat yaşayışına mənfi təsir göstərəcək, iqtisadi həyata təsir göstərəcək. Əlbəttə, mən onu bir öz şəxsi fikrim kimi buna tərəfdar deyirəm. Amma dinc aksiyaların, dinc yürüşlərin, dünyada olan beynəlxalq ictimai cəmiyyətlər ki var, beynəlxalq cəmiyyətlər ki var, insan hüquqları ilə və digər məsələlərlə məşğul olan qurumlar ki var, o qurumlara məktub vasitəsilə və yaxud söz vasitəsilə, indi bu dinc mitinqlər, aksiyalar vasitəsilə, hər hansı bir vasitəsilə bütün müsəlmanlara vacibdir ki, onlara bunu çatdırsınlar ki, bu bir daha təkrarlanmasın və bir də bunu vurğulamaq istəyirəm. Deməli, problem nədədir? Yəni, mənim fikrimcə... Bir dənə bu sualı təkrarlayayım yenə. Bu ölümlər, bu təxribat xarakterlidir, yoxsa bu təsadüfən olan hallardır? Orada təxribat da ola bilər. Çünki hər hansı bir aksiyada, hər hansı bir miting baş verərsə, hər hansı bir məsələ sözsüz ki, burada bəzi məqsəd yönlü şəkildə ondan sui-istifadə edənlər var və orada biraz da məsələni dərinləşdirmək istəyərlər, biraz da müsəlmanların öz arasında problem yaratmaq istəyərlər, müsəlman dövlətləri ilə müsəlman xalqının arasında problem yarada bilərlər və ona görə bu məsələlərə çox böyük ehtimal ki, təxribat xarakteri də var, amma bəzi müsəlmanların həqiqətən də hiddətindən də bu baş verə bilir. Qəzəbindən də baş verə bilir. Yəni, niyə görə Allah Teala Quran-ı Kərimdə bizə gözəl bir dərs verir. Buyurur ki, siz bütpərəstlərin bütlərini təhqir etməyin ki, onlar da sizin Allahı təhqir etməsin. İndi bunu bizə tapşıran Allah digər tərəfdə də belə olmalıdır. Sən müsəlmanların əqidəsinə və inancına, müqəddəs saydığı məsələlərə toxunmasın. Müsəlmanlar heç vaxtı sənə toxunmazdır. Yəni, bu bizim dinimiz öyrədir. Hər kəs də toxunsa, onda İslamdan xaricdir. O həqiqi müsəlmandır. Yəni o ki insan ki həqiqi müsəlmandır, həqiqi Allaha və peyğəmbərə iman gətirib, axirət dünyasına iman gətirib, o heç vaxtı eləyə bilməz ki, bir insan ona toxunmasın, onu təhqir eləməsin və yaxud bir səbəb olmadan hansısa bir insanın canına, malına və yaxud namusuna təcavüz, o heç vaxtı mümkün olan bir şeydir və buna İslam qətiyyətlə bunu inkar edir. Rəşid bəy, belə bir sual. Birləşmiş Ştatlar, Qərb dünyası İslam dünyası ilə korlanmış münasibətləri necə düzəltməli? Yəni, bu məsələdə, bu hadisədə özünü necə aparmalı, hansı addımlar atmalıdır? Bəli, indi onlar özləri çalışmalıdırlar ki, bu məsələdə əvvələn bu film 13 dəqiqə neçə saniyə ki, kütləvi informasiya vasitələrində yayılıb, təcili şəkildə bu götürülməlidir. Və o insanlar ki, bu cür mənfur və bəyənilməyən, xoşlanmayan, müsəlmanların qəzəbinə səbəb olan, müsəlmanları hiddətləndirən addımı ki, atıblar, sözsüz ki, bu insanlar cəzalanmalıdırlar.
Və əgər onlar bunu öz xoşu ilə eləməsə də, müsəlmanlar bunu onlardan tələb eləməlidirlər və bunu dünyada olan məhkəmələrə müraciət olunmalıdır və bunun ardınca mən bayaq bunu demək istəyirdim. Bizdə ən böyük problem nədə mən görürəm, o süsləşmə nədə görürəm? Deməli, fəlsəfədə belə bir qayda var, qanun var ki, əgər illət, tam illət, səbəb hasil olubsa, o zaman məlul və nəticə hasil olmalıdır. Və o məlul nəticə heç vaxt aradan gedə bilməz ki, ta ki o səbəb aradan getməsin. Əgər səbəb nə qədər varsa, nəticə də qalmalıdır. Və bu günləri müsəlmanları qəzəbləndirən səbəb Peyğəmbərimiz, İslamımız, dinimizin təhqir olunmasıdır. Bu səbəb aradan getmədən müsəlmanların soyuması, bu doğrudan da qəbul olunmayan bir məsələdir. Yəni, istər fəlsəfə qaydalarına zidd olan, əqli və məntiqi qaydalara ziddir. Karikatura məsələlərində müsəlmanlar qəzəbləndilər, amma heç bir tədbir görülmədən müsəlmanlar soydular. Quran yandırma məsələsində, yenə həmçinin. Ona görə burada məsələ dayanmamalıdır. Yəni, bir tərəfdən Birləşmiş Ştatların vəzifəsidir ki, bu dediklərimi eləsin ki, müsəlmanlarla o münasibət onsuz da düzəlməz. Çünki müsəlman torpaqları ki, nə qədər ki, işğal altındadır, onlardan əziyyət və zülümlər görüblər. Ona görə o bizim güman etdiyimiz və arzuladığımız dərəcədə düzəlməyəcək. Amma nisbətən soyuda bilər bu dediklərim kimi. Filmi çəkilən bu hadisə ilə bağlı, bu hadisə ilə bağlı, bəli, film götürülməlidir informasiya vasitələrindən. Çünki o elan olunub ki, biz bunun bütün filmi ələ qoyacağıq. Bu cür təhdidlər var. Bu da çox, yəni mən açıq şəkildə deyirəm, yəni ağılsız bir təhdiddir. Yəni 13 dəqiqə neçə saniyə əgər müsəlmanlar dözmürlərsə, əgər bu film 2 saatlıq film kütləvi informasiya vasitələrində və yaxud telekanallarda yayımlansa, o zaman müsəlmanların hiddətinin qarşısını almaq olmaz. Yəni bu çox səhv bir addımdır, amma belə bir hədələr də var. Bunlar götürülməlidir, yayılmamalıdır filmin kamil və müsəlmanlardan üzr istənilməlidir. Müsəlmanların həmən filmi hazır eləyənlər cəzalanmalıdır ki, lazım olan orqanlar vasitəsilə ki, qanun çərçivəsində, hüquqlar çərçivəsində. Çünki mən eşitdim ki, bu belə bir bəhanə gətirirlər ki, söz azadlığı və təbir azadlığı adı ilə, amma heç vaxt təbir azadlığı kiminsə təhqir eləməsinə mane olmur, icazə vermir. İcazə vermir ki, mən söz azadlığıdır, mən durum kimisə təhqir eləyim. Söz azadlığının da bir həddi var, söz azadlığının da bir limiti var, söz azadlığının da bir sınırı var ki, o sınırdan keçməyə, o sərhəddən keçməyə icazə verilmir. Mən bütün dünyada 1 milyard yarım təqribən müsəlmanın inancın təhqir edəcəm. Peyğəmbər salavatullah aleyhi və alihi ki, əşrəfül məxluqat olan, yaradılmışların ən şərəflisi olan əziz Peyğəmbərimizi təhqir olunacaq və sonra söz azadlığı adı ilə bu örtbasdır olacaq. Əlbəttə buna heç kəs razı deyil. Amma istəyirlər ki, bu məsələ ilə bağlı düzəlsin münasibət, o zaman dediyim bu addımlar olmalıdır. Çox son Seyid, bəzi kütləvi informasiya vasitələrində bəzi müsəlman dini liderlər, müsəlmanların dini liderləri müsəlmanları daha da fəal olmağa çağırır. Ancaq bəzi dini liderlər, indi adlarını çəkmək istəmədiyimiz, müsəlmanları təxribatlara uymamağa, yəni sakitliyə çağırır. Sizcə bunlardan hansı daha doğrudur? Sözsüz ki, əgər burada sakitlikdən məqsəd oturub susmaqdırsa, bunu heç bir qayda ilə, heç bir qanuna sığmır bu, heç bir ağla və məntiqə sığmayan bir şeydir ki, sakit olay, oturaq, dinməyək və onlar hər nə gəldi bizim Peyğəmbərimiz barəsində desinlər, dinimiz və əqidəmiz, inancımız barəsində desinlər. Bu qəbul olunmayan bir məsələdir. Amma sakitlikdən məqsəd odur ki, biz qanun çərçivəsində lazım olan, bayaq dediyim kimi, beynəlxalq cəmiyyətlərə müraciət eləyək. Onu demək istəyirlərsə, bu qəbul olunan bir məsələdir. Bu qəbul olunan məsələdir. Mən şəxsi öz fikrim budur. O İslam liderləri ki, insanları bu məsələdə susmamağa çağırırlar, mən də onlarla tərəfdaram, onlarla şərikəm bu məsələyə, amma bir şərtlə, müsəlman ölkələrində daha çox fəsadlar olmasın, kimlərsə bundan sui-istifadə eləməsin. Çünki bu böyük qüvvələr var ki, sui-istifadə edirlər ki, bir daha müsəlman ölkələrində elə bu cür filmlərin çəkilməsində bir hədəf də budur. Bayaq mən işarə elədim ki, biri əgər müsəlmanlarla xaçpərəstlərin arasında problem yaratmaqdırsa, biri müsəlmanlarla digər dinlər arasında problem yaratmaqdırsa, biri də müsəlman ölkələr, biri müsəlmanları bugünkü sahədən uzaqlaşdırmaqdırsa, təcrid eləməkdirsə ki, başqa fikirlərin yönətməkdirsə, bir hədəfi də, böyük bir hədəfi də müsəlman ölkələrinin özündə ixtişaşlar yaratmaq və bu ixtişaşlar vasitəsilə də müsəlmanların dinciliyini aradan aparmaq, asayişi aradan aparmaq, nizam-intizamı aradan aparmaq, iqtisadi və siyasi tərəfdən zərbələr vurmaq müsəlman ölkələrinə, bu da var. Bu dediyim şərtlər əsasında, yəni müsəlmanların dinciliyi, asayişi, iqtisadi və siyasi və sair problemlər yaranmamaq şərti ilə
aksiyalar davam eləməlidir, tələblər davam eləməlidir ki, hətta bu tələblər həyata keçsin. Son bir sual. Sizcə bu mitinqlərin sonu necə olacaq? Yəni müsəlmanlar bir dəfəlik bu qərb dünyasından gələn İslamı təhqirə son qoya biləcəklərmi? Dayana biləcəkmi bu? Yoxsa yenə ümid edirik, arzu edirik. Mən Allahdan arzu edirəm ki, bu səhv addımı atanlar da öz səhvlərini başa düşüb etiraf eləsinlər və üzr istəsinlər və bu iş bir daha təkrarlanmasın. Mən bunu Allahdan arzu edirəm və bu halda sakitləşmə olar. Amma əks halda əgər bu cür israr davam eləyərsə, bugünkü oyanmış İslam xalqları, müsəlman xalqları düşüncəyə, böyük düşüncəyə malik olan müsəlman xalqları bu məsələdə heç vaxt sakit olmayacaqlar. Yəni mənim fikrim budur. Çox sağ olun Rəşid bəy. Tamaşaçılarımıza bir də xatırlatmaq istərdik ki, xəbərlərin xüsusi buraxılışı efirdə idi. Qonağımız isə ruhani, tanınmış din xadimi Seyid Rəşid Talıblıdır. Çox sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, sizinlə sağollaşır və gələn görüşlərə də deyirik. Sağ olun.